أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي تقوى الله. Allaha həmd sənalar olsun ki, bir daha ömrümüzdə Muharrem ayı Əbu Abdullah Hüseyn əleyhissalamın əzadarlığında iştirak etməyi bizlərə nəsib elədi. Bu müsibətli, bu əzalı günlər münasibəti ilə başda bu məclislərin sahibi, sərvərimiz, Mövla İmam-ı Zaman olmaqla bütün bəşərin haqq-sevər insanlarına, sizlərə bu əzalı günlər münasibəti ilə təsliyyət ərz edirəm. Allah mütəal Əbu Abdullah Hüseyn əleyhissalamın ziyarət və şəfaətin bizlərə nəsib eləsin inşallah. Həzrət İmam Sadiq əleyhissalamdan da hədis buyururlar: hər kim Cəddim Hüseynin əzadarlığını ehya eləyər, onu dirildə, onu yaşada, Allah mütəal onun günahlarını bağışlayar. Əlbəttə, bu gəlişimiz bu Həzrətin əzadarlığının ehyasıdır, onu diriltməkdir. Və öncəki günlərdə də mən bunun barəsində demişdim ki, Əbu Abdullah Hüseyn əleyhissalamın əzadarlığı barəsində yazılan kitablar, araşdırmalar, təhlillər, məqalələr, simpoziumlar, konferanslar, bunlar hamısı gözəldir. Lakin şəxsi qənaətimdir, mən düşünürəm ki, əzadarlıqlar qoruyub saxladığı qədər əhəmiyyətli ikinci bir məsələmiz yoxdur. 1400 ilin çətin və keşməkeşli zamanlarından Ya Hüseyn və Hüseyn əzadarlıqlar göz yaşlarının vasitəsilə Əbu Abdullah Hüseyn əleyhissalamın əzadarlığı ehya oldu. 70 illik Sovet dönəmində bu qeyrətli xalqımızın ən çətin şəraitdə belə Ya Hüseyn və Hüseynləri, əzadarlıqları, sinə vurmaları tətil eləmədilər və onu yaşadıb günümüzə gətirib çatdılar. Və hər birimizin də boynunda bir vəzifədir, bunları gücümüz çatdığı, bacardığımız qədər yaşadaq. Hər hal biri şeir yazmaqla, biri mərsiyə deməklə, biri sinə vurmaqla, biri xidmət göstərməklə, biri maddi gücü çatan hər bir şeydən istifadə etməklə, biri də elə məclisdə gəlib əyləşməklə bu məclisləri əhya edə bilərlər. Və mövzumuz ki, barəsində danışırdıq, dedim ki, 1400 illik bu əzadarlığın gəlib bu günə yetişməsi və bu gündə sanki təzə bir hadisə kimi qalmasının səbəbi nədir? Əgər desək ki, o əzadarlıqlar İmam Hüseyn əleyhissalamın o gündə o əhl-i əyalının faciəvi şəkildə şəhadətindən xatirdir. Deyərdim ki, bundan da böyük soyqırımlar, bundan da çox insan qətliamı, bundan da çox uşaqların günahsız öldürülməsi tarixdə olub. Amma bu qədər
yaşaması və bu qədər diri qalması heç bir tarixdə yoxdur. Bunların səbəblərini gərək axtaraq, danışaq barəsində və düşünək. Deyərdim ki, rəvayətlər üzərində danışılmış söhbətlər, mənbərlər, muizələr daha rahat dinlənilir. Mən bunu hiss edirəm. Amma düşünürəm ki, daha düşündürücü, təhlil edici məsələlərin barəsində danışmalıyıq və düşünməliyik. Yəni, fikri olaraq yetkinlik bir dönəminə hər birimiz təbii ki, qədəm qoymalıyıq. Və əlhəmdülillah ki, bu cəmiyyət elə o haldadılar ki, bizim naqisliyimizlə deyə biləcəklərimizi inşallah ki, özləri düşünə bilir, təhlil edə bilirlər. Dedi ki, nə səbəb oldu İmam Hüseyin əleyhissalamı Peyğəmbərin rihlətindən 50 il keçmiş qısa bir zamanda müsəlman cəmiyyəti qalxdı, şəhid elədi. Bax, bu həmin cəmiyyət idi ki, minlər məktub göndərmişdilər o həzrətə, dəvət eləmişdilər. Müslim ibn Əqilə ilk anda beyət eləmişdilər və səbəb nə oldu birdən-birə bunlar dəyişdi? O, ola bilməz və bəzi hallarda da bu sual verilir ki, axı, necə oldu ki, İmam Hüseyni şəhid elədilər? Bunun barəsində danışılır. Dedim, əvvəldə gərək buna diqqət edək ki, Aşura bir qatardır, bəşərin əvvəl günündən başlayıb, sadəcə vaqonları fərq edir və içindəki sərnişinlər fərq edir. Biletlərinin tarixi fərq edir. Ümumi götürsək, eyni bir məsələdir. Necə Habillə Qabildən məsələlər başladı? Nahaqqın gözü götürməməyindən, paxıllığından, təkəbbüründən, həvəslərindən haqqı gəldi, şəhid elədi, öldürdü və tarix boyda bu cür hadisələr davam elədi. Necə Həzrət Musanın barəsində dedik, Quran deyir ki, İnnəhu kânə minəl mufsidin. Fir'on bir dənə fasid idi. Fəstəxəffə qavməhu. Bəs Musanın necə ola bildi ki, o təkliyə bildi və Musa öz cəmiyyətini qoyub qaçmaq məcburiyyətində qaldı, tərk eləmək məcburiyyətində qaldı. Quran-ı Kərim buyurur, fəstəxəffə qavməhu. Çünki onun qövmünün təhlil etmək qabiliyyəti yox idi. Onlara verilən, istənilən fikri, informasiyanı qəbul edirdilər, düşünə bilmirdilər, fikirləşə bilmirdilər. Haqdırmı, həqiqətdirmi? Bunu qəbul edirdilər heç bir təhlilsiz. Quran bu cür bizə tanıtdırır məsələləri. Quran bu cür bizə aydınlıq verir. Yəni, səbəblər deyil, bunlar idi. Necə ki, Həzrət Yusufu qardaşları öldürməyə qalxdılar. Səbəb haqqı qəbul edə bilməməkləri idi. Dürüst insanı qəbul edə bilmirdilər. Necə ki, Salihin dəvəsi bir ilahi möcüzə ilə onu öldürdülər. Quran bunların barəsində dünən danışmışıq. Mən indi qısa yaddaş edirəm bunları. Necə ki, Həzrət Lutun barəsində Quran buyurur ki, İnnəhum əxrucuhum min qaryətikum. Həzrət Lutun evindəkiləri qovmu qalxdı, dedi ki, qovun, çıxardın bunları öz şəhərinizdən. Həzrət Lutun qovmu çox pis bir günaha mürtəkib olmuşdular. Çox ağır, iyrənc bir günaha mürtəkib olmuşdular. Yalnız və yalnız Lut Peyğəmbərin evinin içində salih insanlar qalmışdı. Bunlar qalxmış ki, onları qovun, çıxardın şəhərdən. Niyə? Quran buyurur, İnnəhu onasun yetətəhərun. Çünki onlar pakdaməndirlər, pak yaşamaq tələb edirlər, onlara icazə vermir, qovun, çıxardın. Demək, bir cəmiyyətdə fəsad çoxalarsa, pak yaşamaq istəyənlər üçün yer qalmır. O cəmiyyət onları sıxışdırır, aradan çıxartmağa çalışır. Çünki mane edirlər, onların rahat öz fəsadlarını icra eləmək üçün. Bunların barəsində deyirik.
Və dedik ki, İmam Hüseyin əleyhissalama qarşı çıxmanın 4 mühüm səbəbləri var idi. O dövrdəki Əməvi xilafəti Peyğəmbərin gətirdiyi haqq dini aradan aparmışdı və Əməvilər bir iş görmüşdülər cəmiyyətdə ki, əsas 4 sütunu Həzrət İmam Hüseyin əleyhissalamın təbiri iləndir. 4 dənə mühüm məsələnin üzərində çox ciddi iş görmüşdülər. Biri bu idi, vilayətin əleyhinə ciddi əks təbliğatlar getmişdi. İmamət əleyhinə çox ciddi əks təbliğatlar getmişdi. İkincisi bu idi, din əleyhinə çox ciddi təbliğatlar getmişdi. Üçüncü bu idi, ədalətin əleyhinə ciddi təbliğatlar getmişdi. Və dördüncüsü bu idi, müqəddəsatın ehtiramını aparmağa çalışmışlar. Müqəddəsatı dəyərsizləşdirməyə çalışmışdılar. Çox mühüm məsələlərə İmam Hüseyin əleyhissalam toxunur. Çox düşünməli məsələlərə İmam Hüseyin əleyhissalam toxunur. O ki, vilayəti əleyhinə çox ciddi bir təbliğatlar aparılmışdı. Onun birinci məsələsi bu idi ki, Həzrət Əli əleyhissalamın Qədir-Xummudakı vilayətinin elan olunması tarixdə parlaq bir hadisədir. Həzrət Əli əleyhissalamın Qədir-Xumda vilayəti elan olunmuşdu. Xeyr. Həzrət Əli əleyhissalamın Qədir-Xumda vilayəti təsdiq olundu, imzalandı. Həzrətin vilayəti çox-çox öncə elan olunmuşdu. Peyğəmbərimiz 3 il ki, İslamı gizli şəkildə təbliğ eləmişdi. 3 ildən sonra vəhiy gəldi ki, Peyğəmbər artıq aşağı təbliğə başlamalısın. Həzrət buyurdu ki, o yaxınlarına, ətrafındakilərə, kim qalxıb insanları dəvət edər, çağırar. Həzrət Əmr əleyhissalam qalxdı. Onda az yaşı var idi, çox cavan idi Həzrət. Həzrət Peyğəmbər buyurdu ki, hər kim bu işi görsə, məndən sonra vəsidir, vəlidir. Yəni, artıq oradan elan olunmuşdu. Ondan sonra neçə dənə ayələr ki, Təthir ayəsi olsun və sair ayələr olsun, bunlar hamısı deyilmişdi Qədir-Xuma qədər. Qədir-Xumda artıq tamam kamal bunun təsdiqini tapmışdı, elan olunmuşdu. Amma Həzrətin səqifədə o imamətin kənarlaşdırdılar. Həzrət özü buyurur, Fəvallah ma ziltu mədfu'an ən haqqi müstəsirən ələ munzu qəbzə Rasulullah sallallahu aleyhi və aleyh. Hətta yevmən nazı hazı. Andola Allahıma ki, haqqımdan məni kənarlaşdırdılar. Elə ki, Peyğəmbər rəhlət elədi, o gündən məni haqqımdan kənarlaşdırıblar ta bu günə qədər. Həzrətin öz etiraflarıdırlar. Onlar əvvəldə dinin imamət rükününü aradan apardılar. Ondan sonra cəmiyyəti imamətlə arasını məsafə qoydular, kəsdilər. Əvvəl Həzrət Əmri kənarlaşdırdılar, sonraki dönəmlərdə baxın, imamətlə insanların arasında bir dənə səddi qoydular. Sonraki imamlarımızın həyatına baxın. İmam Cavad əleyhissalam, Əliyə Nəqə əleyhissalam, Həsən Əskəri əleyhissalam ki, ümumən cəmaatla rabitəsi yox idi. İmkan vermirdilər ki, əlaqə qurulsun. İnsanları neynidilər? İmamət yolundan kənarlaşdırırlar. Birinci məsələ bu. Həzrət buyurur, Bənə fətəhəllah və bina yəxtumu və bina yəmhullah ma yəşəu və yuxrid. Allah bizi ilə başladı, bizi ilə tamamladı. Allah bizə görə təsdiq elədi, Allah bizə görə sildi. Mühüm məsələ bizimdir. Mühüm məsələ vilayət idi, imamət idi. Amma bunu o dövrün Əməviləri çox ciddi şəkildə bununla mübarizə apardılar və aradan apardılar. İmam Hadi əleyhissalamın
Ziyarət-i camiəsi var. Bəzən məsumlar elə bir duanın dili ilə cəmaatla danışır, bir dua oxuyurdular. Baxın, öncə dedik ki, agah cəmiyyət, təhlil eləmək qabiliyyəti olan cəmiyyət, imamlar bunu istəyirlər ki, mən dua edəcəm, sən başa düşməlisən. Sən bilməlisən, mən nədən danışdım. İmam Səccad əleyhissalamın ayətinə baxın, dönəmi ki, çox çətin idi, nə edirdi İmam Səccad əleyhissalam? Səhifə-i Səccadiyə bax, münacatlar, dualar. Sən o qədər düşüncəli, yetkin, müsəlman, mümin olmalısan ki, oturub dualarımı eşidəndə başa düşməlisən ki, söhbətin mənasındadır. İmam Hadi əleyhissalam Cami-i Kəbirə duasında imaməti tamamlayır, tanıtdırır, başa salır, izah edir insanlara ki, imamət nədir? Bilirsiniz nə idi məsələ? İmam Hadi dönəmində imaməti o qədər sıxışdırmışlar ki, bu insan çıxıb rahat imamətdən danışamıyor, duanın vasitəsilə deyirdi. Bunlara gəlir, dərkiliyi başa düşür ki, imamətdən danışmaq olmurdu. Göründə onların hansı vəziyyətə gətirib çıxartmışlar. Cami-i Kəbirədə Həzrət buyurur, əgər bir nəfər öz imamını tanımasa, nə onun həcci düzgündür, nə onun namazı düzgündür, nə onun ibadətləri düzgündür, nə onun orucu düzgündür. Yəni, Həzrət başa salır ki, dinin özəyi imamətdir. İmamətsiz olacaq ibadətlər, buyurur ki, Allah yanında, bunlar nədir? Kamil deyil. Necə İmam Hüseyin əleyhissalam Aşura günündə dəfələrlə deyir ki, siz bilirsiniz də mən kiməm? Mən Peyğəmbərin balasıyam. Mən Əli oğluyam. Mən Zəhra balasıyam. Niyə hey bunları təkrar edirdi? İstəyirdi insanlar imaməti başa düşsünlər, dərk eləsinlər. Amma Əməvilər nə iş görürdü? Deyirdi, həcc var yerindədir. Həccə ged, namaz qılın. Məsələn, Əməvilər özləri namaz qılmırdı, hətta imam cəmaat da deyənlər. Lakin həqiqətin kənarlaşdırmaqla, imaməti, vilayəti kənarlaşdırmaqla. Mövləvi bir hadisəni yazır, bir gün bir toyuq, İstəyirdi, bir kəpənək var idi, bir qurt var idi, böcək var idi, onu tutsun, yesin. Bütün diqqətini fokuslamışdı o həşərata, bütün diqqəti onda idi. Yadından çıxdı ki, tülkü pusqudadır yanı. Bütün diqqəti ki, o həşəratda idi, tülkü gəldi onu ovladı. Əsli həqiqətin aradan apardı. Və bunu nəzmə də çəkib Mövləvi. Ki, diqqət həqiqətin özündən kənarlaşanda, fokuslanma düzgün olmayanda, görərsən ki, nəticələr çox acınacaqlı olar. Mərasimlərimizin həqiqətin qoyaq qırağa, başlayaq detalları ilə məşğul olmağa. Bu həqiqətin məğzin aradan aparacaq. Niyə məsələn işıq buradan qoyulsun, oradan qoyulaydı? Ya məsələn bu bayraq burada asılmayaydı, orada asılaydı. Biz bəzi hallarda məsələnin məğzin kənarda qoyub detalları ilə məşğul. Əsli həqiqətin qoyuruq kənarda qalır. Əsli ilə məşğul olsaq, fər'ilərinə baxmasaq iş düzəlir. Ona görə də İslamın bir əsli var, usul-i-din var, bir furu-i-din var, fər'iləri var. Bəzi hallarda fər'ilərə köklədilər insanları, namaza, oruca, həccə köklədilər insanları. Amma əsl qaldı, usul-i-din qaldı, imamət qaldı kənarda. Bir şəxs var idi, Cəfər ibn Muhammed Əşəs adında. Kafidə bu hadisəni yazır. Kafidə bu rəvayəti gətirib. Mənsur Dəvaniqinin xilafəti dönəmində yaşayıb bu adam. O Əşəs bildiyimiz Əşəsdir. Sonralar yaşayır.
Bir nəfər deyir ki, mən ondan soruşdum ki, sən necə imaməti qəbul elədin? Səbəb nə oldu? Axı, mən səni həmişə Mənsurun yanında görürdüm. Deyir, bir gün Mənsur məni çağırdı. Dedi, mən səni göndərəm Mədinəyə. Bir böyük miqdarda da ona pul verdi. Dedi, ged orada seyyidləri tap, Peyğəmbər nəslindən gələn seyyidləri tap. Bu puldan hamısına payla. Amma demə Mənsur göndərib, qəbul eləməyəcəklər. Dinən elə seyyid malıdır, elə mən öz halal malımdan da gətirmişəmsə paylayıram, onlar da səni tanımıraq. O puldan onların hamısına ver, amma bir şərtim var. Hamısından qəbz al. Hamısından qəbz al. Yığ o qəbzləri gətirərsən Mənsur. Birində tapşırıq verdi, dedi ki, birində gərək aparasan, İmam Sadiqə verəsən. Ondan da bir qəbz alıb götürüb gələrsən mənim yanıma. Bu getdi, işini gördü, qayıtdı, gəldi Mənsur Dəvanıqın yanına, dedi, bəs almasan qəbzləri, dedi ki, bəli. Dedi, imamdan da almasan, dedi ki, xeyr, ondan ala bilmədim. Dedim, niyə? Dedi, çünki mən elə ki, o pulu ona təqdim elədim, mən o pulu ona təqdim eləyəndə soruşdu ki, sən kimsən, bu pul nədir? Dedim ki, mən öz halal pulumdan da gətirmişəm. Dedi ki, Mənsur necədir? Eyham elədi ki, mən agaham sənin işindən. Dedi, bəs Mənsur necədir? Bir qalxdı ayağa otaqda bir neçə addım gəzəndən sonra dedi ki, sənin adın filan kəsdir, səni Mənsur göndərib və niyyətin də budur. Bu, indi Mənsura danışır. Mən başa düşdüm ki, Allah istəyəndə bunlar üçün pərdələri belə götürür. Mən onun imamətini orada yəqin tapdım. Mənsur narahat oldu. Dedi, bir cəmiyyətdə ki, bir mühəddis olsa, bizim hilələrimiz heç vaxt keçməyəcək. Və innə Cəfər ibn Muhammed muhaddithənəl yevm. Çünki İmam Cəfər Sadiq bu zamanın mühəddisidir. Nəticə budur ki, Mənsur Dəvanıqı özü də bilirdi ki, İmam haqdır. Bəs niyə qəbul eləmirdi? Quran buyurur ki, və cəhədu bihə və stəyqəndəhə ənfusəhum. Bəziləri Həzrət Musanı inkar edirdilər. Bir halda ki, yəqin bilirdilər ki, Musa Peyğəmbər haqq olan Peyğəmbərdir. Əziz İslam Peyğəmbərinin barəsində Quran buyurur, yərifunəhu kəma yərifunə əbnaəhu. Peyğəmbəri tanıyırdılar, o cür göz evladlarını tanıyırdılar. Adam öz uşağı necə tanıyır? Nəfəsindən bilirsən də, nə demək istəyir, nə düşünür. Deyir, bunlar Peyğəmbəri o cür tanıyırdılar. Bilirdilər Peyğəmbər haqdır. Sadəcə qəbullana bilmirdilər. Bu hadisələr səbəb idi. İmam Hüseyin əleyhissalamın başını Kufəllər nizədə gətirdilər. Bildikləri halda, haqq olduğunu bildikləri halda təhlil qabiliyyətləri yox idi, tez allanan bir cəmiyyət idi, dünyaya bağlı bir cəmiyyət idi, səbəb olurdu ki, nəticəsi belə olsun. İkincisi dedik, din əleyhinə, biri dedik, imamət əleyhinə Əməvilər iş görürdü. İkincisi, bu idi din əleyhinə. Din əleyhinə görülən işdə nə idi? Öncə dedik, dinin modeli qalsın, zahiri qalsın, həqiqətin aradan aparsınlar. Həqiqəti aradan gedəndən sonra o din dərdə dəymir və heç kimi də narahat eləmir. Baxın,
bəşərdə o islamofoblar ki var, İslamla mübarizə aparırlar. Onları heç bir dəfə görmüsünüz ki, deyir, narahat olurlar ki, insanlar niyə namaz qılır? Heç var narahat olduğunu görməyəcəksiniz. İnsanlar niyə həccə gedir, narahatdırlar yox. Muaviyə qadağan eləmişdi, Qur'ana təfsir olunmasın. Gəldilər ki, cəmaat bu Qur'anın mənasını bizdən soruşmaq istəyir, necə eləyək? Dedi, hər kim Qur'anın mənasını bilmək istəsiniz, gətirin yanıma, mən təfsir eləyəcəm onlar üçün. İbn Abbas qalxdı, dedi ki, utanmırsan. Bir nəfər səndən soruşsa, Əl-yevm əkməltu ləkum dinəkum ayəsini təfsir elə, nə təfsir eləyəcəksən ona? Məhər Əlidən başqası üçün mü gəlib bu ayə? Bir nəfər dursa, İnnəmə yuridu liyuzhəvə ankum rizsə əhləl bəyt ayəsinin mənasını soruşsa, necə təfsir eləyəcəksən? Yəni, başa salırdı ki, Qur'an başdan ayağa özü vilayətin bəyanıdır. Vilayətdən kənar bu dində heç bir dərdə deyilmir. Ona görə xanım Zəhra salamullahi aleyhanın bir məşhur duası var ki, mən Əyyam-ı Fatimiyyədə o duanın barəsində yadımda da danışmışdım. Xanım buyurur, Allahümme la tec'əl musibəti fi dini. Allah, müsibəti bir dənə dinimdə qərar vermə. İnnəd din isməti. Çünki din mənim ismətimdir. Namusumdur, qeyrətimdir. Din bu qədər mühüm idi. Vilayət bu qədər mühüm idi. Amma biz bir cəmiyyət olaraq dinə nə qədər önəm veririk? Mümkündür deyək də, məsələn, namazım yerindədir, orucum yerindədir, heç namazlarımı hamısını cəmaatla qılıram, heç vaxtını da gecikdirmirəm. Orucumu 30 gün tamam kəmal tuturam. Allah qəbul eləsin. İnsafən deyək, məsələn, evladımız imtihanda bir 20 bal az yığanda nə qədər narahat oluruq? Bir dənə onu düşünək. İkinci sualı verim. Evladımız bir həftə sübh namazına durmayanda nə qədər narahat oluruq? O zaman müqayisə edirsiniz. O zaman mən özümü test eləyəcəm ki, dinə mənim diqqətim, dəyərim nə qədərdir? Din elmlə əleyh deyil, əzizlərim. Fikrimiz düzgün, başa düşsün, bəli, elm olmalıdır, zəhmət çəkməlidir, uşağın vəzifəsi ibadət qədər elmi ilə məşğul olmağıdır. Amma söz bu deyil. Nə qədər onun namazının qəzaya getməyi bizi narahat eləyir, dinə əhəmiyyətsiz yanaşması, hicabına əhəmiyyətsiz yanaşması bizi narahat eləyir. Məsələn, telefonu əlindən düşüb sınıb, o bizi nə qədər narahat edir. Mən bacardığım qədəri, gücüm çatdığım qədəri istəyirəm ki, məsələlərin yumuşaq tərəfi ilə deyim, hələ evladı misal çəkdim də, 2 gün namaz qəza getsə, biraz çətin desəm, deyim ki, hələ öz namazımız, 2 gün sübh namazımız qəza gedəndə nə qədər narahat oluruq. Allah göstərməsin da, məsələn, 5 gün namazı durmur, heç səhər aylanda da heç nə olmamış kimi elə rahat yaşayır. Yaxşı. Bu, onun üçün bir faciəyə çevrilməli idi. Ariflərdən birinin həyat yoldaşı tarixində danışır, deyir ki, bir dəfə gördüm ki, dünya başına çöküb elədir. Ağlayır. Yaxınlaşdım, uşağın nə baş verib, nə olub? Sanki elə bir oğlumuzun ölüm xəbəri yetişib buna. Nə baş verib? Dedi ki, bu gecə ağır yatmışam, gecə namazını ailə bilməmişəm. Hönkür vurur, ağlayır. Din bu qədər insan üçün mühüm olmalıdır. İnsan haramlarla bu qədər ciddi yanaşmalıdır. Məhrəm, naməhrəm məsələləri cəmiyyətdə bir-birinə dəyir. Ümumi cəmiyyətdə dəyib ki, heç artıq gəlib dindar cəmiyyətdə də bu öz sözünü deyir. Məhrəm, naməhrəm məsələləri sosial şəbəkələrdə tamam məcrasından çıxıb. Dindar xanım nədir? Məsələn,
bütün günü özünü hər cür videolarla çəkib paylaşmaq nədir? Əgər biz xanım Zəhra salamullahi aleyhanın davamçısıyıq, deyirlər ki, həyasından neçə çadıranın üst-üstə giyinərdi. Ölməmişdən dərk götürmüşdü xanım Zəhra salamullahi aleyhanı. Fizzə, məni tabuta qoyanda necə olsun ki, mənim naməhrəmlər cəsədimi görməsin. Fizzə onun üçün qamışdan bir indi gördüyümüz bu tabutun şəklini düzəltdi. Dərdinə baxın, haçan öləcək bilmir ha. Amma öləndə mənim naməhrəmlər birdən bədənimi kəfəndə belə görməməli. Xanım Zeynəb salamullahi aleyha, Həzrət Əmir əleyhissalamın Kufədə 5 il yaşadığı dönəmində divar qapı qonşusu deyir ki, mən bilirdim Əlinin evdə qızları var, nə səslərini eşitmişdim, nə özlərini görmüşdüm. Din nə qədər bizim üçün mühüm olur. Ona görə Quran-ı Kərim buyurur, Əhəsibən nas ən yutrəku ən yəqulu əmənnə və hum la yuftanu. Elə düşünürsünüz ki, elə iman gətirdik deməklə, sözü ilə iş bitəcək. İman gətirmişəm, qutardı, gəl cənnətə. Yox, imtihan olunacaqsınız. Ağır zamanlardan keçəcəksiniz. Çətin bir zamanlardan keçəcəksiniz. Hər dövrün o qatar ki demişik, Aşuranın qatarı başlayıb ta Həzrət Əbülbəşər Adəmdən, Cəbrail əleyhissalam ki, Həzrət Adəmcinin rozasını oxudu, Aşura gün başladı. Ta qiyamətə qədər davam edəcək. İnsanlar, səhnədə olanlar, tərəflər, istəyir haqq əhli, istəyir nahaqq əhli, adları dəyişəcək, simaları dəyişəcək, amma mahiyyət dəyişməyəcək. Mahiyyət olaraq dəyişəsi bir şey yoxdur. Quran buyurur, və min əhlil mədinəti məqadu alən nifaq la tə'ləmu. Mədinə əhli Peyğəmbərə müraciət etdi. Peyğəmbər, Mədinə əhlinin bəziləri var ki, nifaq əhlidirlər ha. Sadəcə bilmirsiniz. Fürsət gözləyirlər, başını yerə qoyasan. İxtilaflar hardan meydana gəldi? Ta Peyğəmbər başını yerə qoydu. Peyğəmbər başını yerinə qoyana qədər hər şey qaydasında, axarında zahirən gedirdi. Onlar ki, içində nifaq var idi, nifaqın əhli zahir elədilər. Zəhərət həsikətun nifaq. Həzrət Peyğəmbər əkrəm buyurdu, məndən sonra nifaq ortaya çıxacaq. Əlizan fitnələr başlayacaq. Quran buyurur, Əhəsibən nas ən yutrəku, ən yəqulu əmənnə və hum la yuftanu. Elə bilirlər, iman gətirmişik deməklə məsələ bitəcək. Peyğəmbər dünyasını dəyişən kimi nələr oldu? Suxdə bil hədiyyə. Rüşvət oldu hədiyyə. Peyğəmbərin öz kəlamları da oxuyuram. Zamanında 1400 il öncə deyirdi, Əlican, fitnələr çıxacaq ortaya məndən sonra. Rüşvətə deyəcəklər ki, hədiyyədir. Və riba bilbəyə. Faizə deyəcəklər ticarətdir, alverdir. Hər günahı bir cür şəklin formasını dəyişəcəklər. Naməhrəm, məhrəm məsələləri qalacaq kənarda, onlara da bir ad qoyacaqlar. Şeytan onları elə gözəl cilvələndirəcək üzəysin, biz də özümüzə elə haqlı bildiyimiz kimi günahlar eləyəcəyik. Ona görə Həzrət Əbu Abdullah Hüseyin əleyhissalam burada ənnas əbidud dünya. İnsanlar dünyanın nökəridir, quludur. Və dinul lə'iqu alə əlsinətihim. Elə din də dillərində lağlağadan başqa bir şey deyil. Görərsən, elə danışır dindən, fikirləşərsən ki, elə dinin, məsələn, elə sütunlarından biri budur. Dindən elə hay-hayla danışar. Danışma rahatdır, mən danışayım. Yaxşı.
Ağacan biz hardan biləcək indi bu haqq dinlə danışandan, nahaq dinlə danışanı hardan tanıyaq? Yahutunəhumma rəddət məayişuhum fəizə muhisu bil-bəla'i qəlləd dəyyanı. Din o vaxta qədər ki, onların işinə yarayır. Öz işlərinə yaradığı təqdirdə dindən danışacaqlar. Elə ki, öz işləri ötüşdü, yalancılar ortaya çıxacaq. Görəcəksən ki, əsli həqiqətində bunun məqsədi, qəsdi, məramı nədən ibarət idi? Ona görə vaxtımız da yetməz. Mən 4 dənə ki, dedim Həzrətin kəlamında məsələ ilə çox ciddi Əməvilər mübarizə aparırdı və nəticəsi gəlirdi imamın qətlinə, imamın şəhadətinə. Onların ikisi buydu ki, vilayət və dinlə, dinin həqiqəti ilə, zahiri ilə yox, həqiqəti ilə mübarizə aparılırdı. İnşallah ki, o birlər də nəsib olar. Növbəti məclislərdə nəsibimiz olsa inşallah barəsində danışarıq. Bugün artıq bu gecə Mühərrəm ayının 3-cü gecəsidir. Mühərrəm ayının 2-ci günündə Abdullah Hüseyin əleyhissalam gəldi, yetişdi Kərbəla çölünə. Kərbəlaya Həzrət yetişib, Hürr-i Dilavər Kərbəlaya çatmamış, o Həzrətin qarşısını kəsdi. 1000 nəfərlik qoşunla o Həzrətin qarşısını kəsdi. Və o Həzrətin balalarını qorxutdu. Həzrət dedi ki, mən döyüşmək istəmirəm, mən müharibə istəmirəm. Mənim gəlişimin məqsədi tamam başqadır. İcazə ver, biz Kufəyə gedirik. Dedi, yox, əmirin tapşırığı var ki, sizi Kufəyə buraxmayacağım. Siz gərək gedəsiniz Şama, onun dilindən də, o Həzrətə beyət eləyəsiniz. Həzrət buyurdu ki, mənim kimilər, onun kimlərə beyət eləməz. Nə mən Şama beyətə getmərəm. O zaman Hür Yezidin tapşırığı ilə demiş, əgər sən qəbul eləməsə, onu Kufəyə imkan vermə. Mədinəyə də qayıtmağına imkan vermə. Qoşunu sür, susuz bir səhraya. O Həzrəti sürdü bir səhraya ki, Kərbəla çölü idi. Deyirlər, Hür orada Həzrəti kölgəli bir yerdə də xeymə qurmağı qoymadı. İmkan vermədi ki, məsələn, kölgə olan ağaclığın bir altında, xurma ağacları olan yerdə bir qursun. Məcbur elədi, onu günün altında qalsın. Yəni, bu qədər onlara qarşı əvvəl başlanğıcı pis olmuşdu. Bundan sonra Həzrət baxdı ki, zöhr çağıdı, qalxdı namazını qılmağa. Dedi ki, Hür, onda imkan ver, biz öz namazımızı qılaq, siz də öz namazınızı qılın. Dedi ki, yox, olmaz. Mən öz cəmiyyətimin qarşısında peşnamaz diyana bilmərəm. Çünki Zəhra balası var burada. Sən keç qabağa, biz də sənə iqtida eləyək. Bayaq ki, danışdığımız məsələ görürsünüz Kərbəlada təsdiqini tapır. Yəni, bilirdi Hüseyin kimdir. Bilirdi ki, ətəyi öpülməli insandır. Buna iqtida olunmalıdır. İman budur, öndə olmalı budur. Amma qabağını kəsirdi. Bu məsələlər bizi çox düşündürməlidir. Bunların barəsində çox düşünməliyik, fikirləşməliyik. Və istəyirəm təvəssül edək bu günləri. Kərbəlanın ən ürək yandıran qəmli simalarından biri
həm əsirlik görüb, həm şəhadət görüb. Bilirsiniz də Kərbəladakiler yarısı şəhid oldular, yarısı əsir oldular. Amma bir nəfər var idi orada, həm əsir oldu, həm şəhid oldu. İstəyirəm təvəssül eləyək ağanın o 4 yaşında hacət qapısı olan məzlum balası xanım Rüqəyyə sallallahu aleyhi. Mənim üçün çox çətindir. Xanım Zeynəb sallallahu aleyhi və xanım Rüqəyyənin barəsində danışmaq mənim üçün çox çətindir. Çünki o gün də məzlum idilər, bu gün də məzlumdular. Sənə fəda olsun aşiqlərin xanım. Bugün heç bilmirik ki, hərəmində əzadarlıq keçirilir, yoxsa yox. Heç olmasa ümidliyirik ki, hərəmində sənin üçün gəlib göz yaşı tökənlər var, ağlayanlar var, əzadarlar var. Aşuranın günüdür. Dilər İmam Hüseyin əleyhissalam bütün yarı ənsarını əlindən verib tək qalıb. Bax, yetişib ki, özü meydana geçsin. Belə ki, atına, rikabına mindi, atını istədi hərəkətə gətirsin, gördü atı hərəkət eləmədi. Nafiyə danışır bu halda. Bir həzrət gördü ki, at hərəkət eləmədi. Baxdı, gördü ki, xanım Rüqəyyə sallallahu aleyhi atın ayaqlarını qucaqlayıb. Dedi, atacan, səndən bir xahişim var. Düş atından sonuncu dəfə vidalaşaq. Yəqin ki, hamı evdən bir səfərə gedəndə evladları ilə vidalaşıb çıxar. Xüsusən qızlar da görərsən ki, atadan ayrılmağı çox çətin olar onlar üçün. Amma bunlar səfərdir də. İndi bu mənzərəni gətir də qabaqla, gözünün qabaqla. Xanım Rüqəyyə bilir ki, İmam Hüseyin əleyhissalam gedir və qayıtmayacaq. Çünki Əkbər gedib qayıtmıyor. Çünki Həzrət Əbəlfəz gedib qayıtmıyor. Qasım gedib qayıtmıyor. 6 aylıq Əliəsxər gedib, oxlanıb gəlib. İmam Hüseyin də gedir meydana. Xanım Rüqəyyə dedi ki, atacan, düş axırıncı dəfə vidalaşaq. Dillər Həzrət düşdü atdan, indi aşağı. Gəldi, oturdu Həzrətin dizinin üstündə. Dedi, atacan, biz yolda olanda xəbər gəldi, yetişdi sənə ki, Müslümü şəhid eləyiblər. Sən Müslümün balalarını çağırdın. Onların başını sığalladın, onların nəvaziş edildi. Atacan, xahişim səndən budur ki, birazdan mən də yetim olaram. Day, məni nəvaziş eləyən olmayacaq. Son dəfə məni nəvaziş eləyən. Məni qucaqlar, məni öp. İmam Hüseyin əleyhissalam üçün çox çətin idi bu anlar. Həzrət axırıncı dəfə xanım Rüqəyyə ilə vidalaşdı. Axırıncı meydanda görüşdüyü şəxs olub xanım Rüqəyyə. Dillər Aşuranın axşamıdır, xeymələr qarət olub, xeymələri yandırıblar. Müslüm adlı bir nəfər düşmən qoşununda iştirak eləməyib, o danışır alsın. Deyir, gördüm, qorxublar, əhli-əyal qorxub, qaçırlar, o tərəf, bu tərəfə. Gördüm, bir 4 yaşında uşaqda ətəyi də yanır, od düşür. Bir yaxınlaşdım ki, ətəyini söndürür. Bir qorxudan əllərini qaldırdı, dedi, əmi day vurmadan. Day vurma, yorulmuşum. Dedim ki, qorxma, mən düşmən ki, dönəm. Mən su gətirmişəm, istəyirəm sənə su verim. Bir məndən xəbər aldı, dedi ki, əmi,
Sən görmədin, atamı şəhid eləməmişdən öncə ona su vermişdilər. Dedim ki, bala yox. Hüseyni Ədşan şəhid eləmişdir. Gördüm, o balaca qızcığaz götürdü, suyu üst tutdu. Qətligaha tərəf. Deyirlər, xanım Zeynəb uşaqları yığır bir yerə, hamısını yanan xeyməyə cəm edir. Bir də baxdı, xanım Rüqəyya yoxdur. Ümmü qızım Rüqəyya yoxdur. Səkinə Rüqəyya yoxdur. Ətrafa baxdılar, xanım Rüqəyya yoxdur. Deyir, xanım Zeynəb birdən. Dedi, qızım Səkinə gəl, gedək məndən. Xanım yavaş-yavaş gəldi qətligaha, uçur yerə. Gördü xanım Rüqəyya, səsini boğub, eşidən olmasın. Elə sakin ağlayır, bu kəsik boğazı götürür. Öpür, ağlayır. Xanım Rüqəyyanı gətirdilər xeymələrə. Hər kəs soruşur, Rüqəyya, bu qaranlıq gecədə sən necə gedib tapdın o qətligahda Hüseyni? Deyir, mən bir dəfə nida elədim, ya əbədallah. Gördüm, atamın ətri gəlir burnuma. Mən ətri ilə gəldim, o həzrəti tapdım. Şamın xarabalığında xanım Rüqəyya ağlayır. 25 gün atasız yaşayır. Aşuradan xanımın şəhadəti səfərin 5-nə 25 gün Atabay naləsi ilə yaşayır. Deyir, elə ki, həzrətin başını gətirdilər, xərab edib. Xanım gəldi, açdı o üstündəki örtüyü, gördü Hüseynin kəsik başı. Deyir, o kiçik əlləri ilə o həzrətin üzünü təmizləyir. Sən bilirsən nə deyir? Sən biləcəksən söz nədir? Bir də ata, bildim başımı kəsirlər, üzündə qan var. Amma bu kül hardandır? Ondan sonra deyir, balaca ayaqlarını uzatdı, həzrətin başı tərəfinə dedi, atacan, bax. Səhranın tikanları ayaqlarını nə günə qoyun. Qollarını göstərdi, atacan, bax, qançılar qollarımıza deyir. Atacan, səndən sonra bizə çox zülüm olundu. Qalx bizi apar Mədinəyə. Mənim Şamdan heç xoşum gəlmədi. Qaranlıqdır, o xaraba qaranlığı idi, zülmət idi. Ağladı bu səslərlə, nalə elədi xanım Zeynəb xanım, Rüqəyya. Ümmü Kulsum gördülər ki, səs kəsildi, dedilər, yəqin aram oldu. Yaxın gəldilər, gördülər, o həzrətin başını qızaldıyıb, o 4 yaşında, 3 yaşında körpə. O balaca qəlbi tab gətirməyib. Əla lənətullah ələl-qolmusa.